speech. Giden ders neyi aldık? Reported question. Orada imma sen bir suali nakil etsen. Biz burada aynı hakikati nakil etsen. Aynen kaidesi bence reported speech öbürsünden daha basitti. Çünkü onca da yoktu içinde. Çünkü tehvilattı fakat. Yani asıl hallin yarısını da verip sana. İndesi o hara kadar verip sana. Bura kadar verip sana. Yani sen fakat öznenin zamirini yazırsan, fiili dönüştüresen, bir de eğer var ise ma yolu, ma ise ya hız ya her yolu seleşene göre bir de bu tehvilatlar var sana. Bunu zaten hallo buradan başlarsam. Yani özneni burada sad ou told gerek ki bunu özü versin sana. Tamam bu harda gelip çok mühimdi. İkinci sual A'da geldi. İkinci sual A. Çok önemli bir konudur. Yani bundan evvel menheçte aslında yok idi. Yok idi bundan evvel menheçte. İndi bu il eklediler özün. Ve bu il eklediler özünü o temerin de çoktu üstüne. Yani fakat indi geçsek reported question'a baksak reported question'ın üstüne takriben böyle fiili aluden halletmeye 4 tane vardı. Çittekte vardı şeydi tertipti. Biz bunun yok. Fakat bak bir temrinde 4 misal vardı üstüne. Reported speech'inde yani çi tarikası vardı. O birinci tarikasıydı. Burada 4 temrin var. O bir tarafta çi temrin var. Ma yukarı takriben bir 8-9 temrin vardı üstüne. Birinci halasının üstüne. İkinci halasının üstünde hiç olmasa bir 5-6 yani reported speech ne söyleyeceğiz? Reported speech %99 galipti bizde. Kaide nedir? Özneni verir sana. Öz burada özneni verip sana. Buradaki özne sende ya isim oğlu yani isim billik Ali, Ahmet tamam ya da zamir oğlu. Yani öznenin zamiri oğlu. Buradaki özne sende mesela bak ataha veripti bana. Zuha Sad. Zuha nedir? Məndə öznedir, isim olarak gelipti. Nedir? Sad. Edebilir mi? Burada bana desin she sad. Edebilir. Bak bunu özü verip sana. Gerek ki versin sana özün. Sonra sen dedim necə fark edesən reported question ile speech arasında? Ha? Bu bir. En basit yöntem nedir? İnnəmə soru işareti. Soru işareti olsa ahirinde manası nedir? Çünkü özü indi mantık suali bilmirik. Olabilirsen diye reported speech. Reported speech dediyse sen hada vaqi hallele özün. Av reported question dediyse onu neden halledesen. Av olabilir fakat yersen reported. Yani diyende sen reported ben niye dedim özüne? Tamam durasan burada yani. Reported nasıl tarikayla halledim. Fabakasan ahire. Ve eğer ahirde alamet sual var ise soru işareti var ise question'dan halledesen özün. Nokta var ise speech'ten halledesen özün. Bu neden halledesen özün? Reported speech dediyse sana. Bak hatta reported speech dediyse sana gene gelesen ahire bakasan. Bakasan burada alamet sual verip yoksa nokta verip. Çünkü indiye kadar biz bilmedik ne şekilde getirirler bu konunu. Hasatan bu konunu. Yani Irak'ı kamil bilmirik. Bizzabit tamam indi fikrimiz var. Esilenin nece gel birinci sual, ikinci sual, üçüncü sual. Bes gene de indi temhidi imtihanından bildik. Bizzabit esile nece geldi. Ve bunu da getiripler %100. Ve görürük bu da nece gelipti bizim için imtihanda. Evvelen özneni öz verir sana. İmma isim, imma zamir. Tamam. Ondan sonra sad ou told. Sad ou told. Bak gördüğü kimin özü veripti. Burada özne mesela Zuha Sad. Burada zat yazsa yazmasa derece kesmezler. Yani yazdıysa i'tiyadidir. Yazmasa da derece kesmezler. Ben niş yazdım siz için? Bir temrinde tertip şeklinde getirdiler. Onda zat istihdam edip onun için yazdım siz için. Yoksa yazmazdım. Zat diyerdim hemen özne sad yala tekmileyle. Çünkü bir temrinde tertip şekli var. Aynen böyle tertip mesela özneni verip sana, sad verip sana, öznen fiilin dönüşümünü verip sana, tahvilet verip sana hepsin. Fakat sen gelesen tertip edesen özün. Aynı question'da da hallettik tertip şeklinde. O. Ve bak öznenin dedim ya isim oğlu ya zamir oğlu. Buna öz verip sana. Ondan sonra sad, that. Bak that yazsa yazmasa müşkilemiz yoktu. Told, bak told me. Bazı kere öz verir sana told me. O fakat verir sana told. Şimdi bizim bir temrinimiz vardı. O bir temrinde the teacher. Bas özneni verip sana. The teacher ne? Told me. The teacher told me. Mafuruz the teacher told me'ni özü versin. Bas kitapta fakat özneni veripti sana. Yani gelecek günlerde olabilir. Esilani gördüysek, ya ecben mudeciye çıktıysa olabilir set de kabul eder senden. Told da kabul eder senden. Tamam? Fakat o misalde nedir? Özneni fakat verip sana. The teacher ne diyesen told me. Told me. Bas mafuruz the teacher told me özü versin sana. Mafuruz özü versin sana. İstemez özünden yazasan özün. Gerek kim özü versin sana bunu. Tamam?
Gətirəsən yazırsan. Bunun can gərək kimi öz versin sənə. Tamam? İndi buranı özü verdi sənə. Məsələn, özünə sət, özünə told. Dedim, bu ixtiyaridir, ya sov yazmasa ixtiyaridir. Bunu da gərək kimi özü versin sənə. Fakat o misalda kitaba göre the teacher told me. Zaidən özünənin zamiri. Baxın, özünənin zamiri məndə iki şeydir. Özünənin zamiri nədir? Məndə iki şey. Nədir birinci məndə? Özünənin zamiri. You, bir də I. Fakat yadınıza gəldi dedik, reported question'da bir nokta var idi məndə. Dedim, əgər özünə məsələn gəldiysə məndə he, they, we və zaidən isim, bir isim gəldiysə nə dedik? Dedik, həmən əndiririk özünü. Fakat nə dedik? Dedik, you-dan I dəyişirini. Burada da aynən belədir. Fakat you-dan I dəyişirini. Bəs təğyiratı fərq edər onu-dan. Yəni, you-dan ayrı bir özünə gəldiysə, həmən əndirirəm özünü, Məsələn, he, she, it, we, they, I. Yox, pardon, yox, I. They, we, tamam, me gəldiysə əndirəsən özün. Həmən əndirəsən özün. Həmən əndirəsən özün. Başı ağırtma. Amma you-dan I gəldiysə, yox. Bax, nədir mənə you-dan I gəldiysə, nə derəm? Bax, birinci, I. Deyir, əgər özünə I gəlirsə, yəni özünə harada I gəldiysə məndə, burada. Bax, burada. Bax, indi burada nə gəlib məndə? Özünə nədir məndə? I. Tamam, özünə nə gəlib məndə? I. Bax, əgər özünə I gəlirsə, soruda, bax, indi bu soru deyil ki, gəlib özünə ilə nokta qoyub, özünə ilə gərək kimi başlasın. Sət tolddan önceki ismə görə, bax, sət told, yəni ya sət, ya tolddan önceki, yəni önceki isim nədir? Bu. Önceki ismə görə, bax, önceki ismə görə öznənin zamirini, yəni fakat öznənin zamirini yazaram. Öznənin zamirini yazarız cevapta. Və öznənin də zamiri çitə yoxsa, ya hişi, ya hişi, ya yeşi. Tamam? Çünkü diyen eki diye bir oğlan diye bir kızdı. Hayvan konuşacak hali yoktu et kullanağın hatta. Tamam? Bak. Nedir? Eğer özüne ay gelirse, indi özüne ay geldi mende. Tamam? Gelirse sualda gelipti mende ay. Saat toltan önceki, indi geləm saat. Bu saat diyor ki, evveline bakarım. Zuha. Tamam. Zuha nədir məndə? Qızdı yoxsa oğlandı, bax, sətdən önceki ismə görə, yəni onun isminə görə bir öznənin zamiri, yəni bu ismə görə burada gətirirəm, öznənin zamirini yazaram. Öznənin zamirini yazaram. Biləm, Zuhanın zamiri nədir? She. Bitti, gətirirəm, burada nə yazaram? She. Gördün? Yox, burada desəydi mənə Ali sət. He. He sat, aynen he gətirərdi. She sat, aynen gətirərdi. Bəs bir mənə burada isim veribdi mənə. Nədir? Zuha, sat. Zuha zamiri nədir? She. Ali zamiri nədir? Bitti. Vazih oldu. Bunca basitdir. Əgər özünə ay gəldiysə məndə, gələm sətdən əvvələ baxaram. Əgər özünə ay gəldiysə sat ya da toldan əvvələ baxaram. Buradaki oğlan ise yazarım burada he. Buradaki kız ise yazarım burada she. Bu birinci. İkinci, eğer özüne you gelirse soruda. Çok basittir bu. Eğer özüne you geldiyse, eğer özüne you gelirse soruda cevapta özünün yerine I yazarız. Fakat, yani indi burada diyağın geldi məndə you, burada. You gelip məndə. Madem ki you gelipti burada you gelip, hemen burada gelirsen yazırsan I. Başı ağırtma. Başı ağırtma, bak. Eğer özne you gelirse sadece cevapta öznenin yerine ay yazarız. Yani sualda məndə burada you geldi. Ay yerine you geldi. Çitemliğin vardı bizde you gelipti. Şimdi bunları bitirağın ağlıq özü. You gelipti məndə. Mən ne derəm? Hemen geləm öznenin yerinde ay yazaram. Bitti bunca. Öznenin yerinde hemen geləm ne derəm? Ay yazaram. Anlaşıldı? Evet. Bu nedir mənedir? Eğer başka bir özüne gelirse soruda, yani ayrı bir özüne geldiyse, mesela eni irakûmen, ne aydı, ne yudu, ne aydı, ne yudu. Eğer başka bir özüne gelirse soruda cevapta aynı özne kalır. Yani cevapta ne olur? Şimdi burada ayrı bir özne gelmiyor. Eni irakûmen, burada aynen andirəm eni irakûmen.
Burada gəlib məndə it, aynen gələm yazarım it. Burada gəlib məndə he, gələm yazarım he. She, gələm yazarım she. Aynen reported question'daki nöqtəsi kimi. Bax, iade edirəm. Əgər başqa bir özne gelirsə, əgər ayrı bir özne gəldiysə, soruda, sualda yani, cevapta aynı özne kalır. Cevapta ne olur? Aynen özne kalır. Bitti. Başımı ağırtmam daha. Ondan sonra indi öznəni anladık. Dedik, əgər ay gəldiysə, sətdən, toldan əvvələ baxaram. Ona görə, o istifə görə hiş yazaram. Bu bir. İkinci dedik, əgər yu gəldiysə ne dərik? Hemen ay yazarıq. Yox, ayrı bir özne gəldiysə mən də hemen endirirəm özün. Ondan sonra gəlin fiilin dönüşümü. Bax, fiilin dönüşümü. Bəs ondan əvvəl bir notum vardı. Ona dikkat edin. Not nedir mənə? Bir cümlenin içinde iki fiil. İki fiil. Yani indi bax, dikkat elə. Cümlenin içinde iki fiil. Bak, bu bir. Bu da iki. Görsən ki fiil gəlibdir məndə. Bax, I moved to London and studied. Bax, moved, studied. İkisi də fiil deyil ki məndə, idi eklənib özlərinə. Diri eğer, bax, not. Diri cümlenin içinde iki fiil gelirse, yani iki fiil ne olur? İki fiil gelebilir. Yani iki fiil gelebilir məndə cümlenin içinde. Çok normaldir. Atağa gözlüğü zövgündə. İkisi de dönüşür. Yani mən ikisini de döndürürüm. Şeyde böyle bir şey yok idi question'da. Fakat bir fiil gelirdi məndə. Ama bunda var. Ata bu noktada iki fiil bir yerde gelib məndə. Mən ikisini de döndürürüm. Ayrı bir cümlede de vardı məndə o bir temrinde. Aynen iki fiil gelibdi məndə. İkisini de döndürdüm. Ata aslında uzağa gitme. Bak, can works. Görsen, can works. Aynen iki fiilde ikisini de döndürürüm. İkisini de tehvil ederim. Niçin? Hatta həkayatım kamil geçmiş zaman üstüne olsun. Ben size ne dedim? Bak, yani hatta bu xattan da anlattım size, tamam? Ne dedim? Dedim indi biz ne deyik? Present, tamam? Gelecek nerede məndə? Future. Geçmiş nerede məndə? Past. Ben indi bir həkayatı ettim, present'i ettim. Səni üçün. Sen getdi o arkadaşı üçün nəql etdi o həkayatı, tamam? Arkadaşı üçün nəql edəndə ne oldu bu? Geçmiş zaman, yani past simple. Ondan sonra sen o həkayatı past simple'dan nəql etdi, sen arkadaşıma demədin, tamam? Benim getdi, Ayşe'yi dedi. Ne oldu? Bak, birinci sen dedi bana ne? Geçmiş zaman olmadı? Geçmiş zaman oldu. Sen getdi Ayşe'yi dedi o həkayatı. Ne oldu? Mişli geçmiş zaman oldu. Yani past perfect oldu. Anladın? Past perfect oldu, gördün? Yani özü həkayat aslında geçmiş zamandaydı. Ne oldu? Sen getdi o geçmiş zamanda özüne. Sen getdi o nəql etdi o özüne Ayşe'ye, mişli geçmiş zaman oldu. Past perfect. Yani əgər aslında qazdım nədir? Əgər cümle present ise ne olur məndə? Past simple olur. Past simple ise ne olur məndə? Past perfect olur. Anlaşıldı? Təhvilətten aslında biz bunu qazdı edirik. Bax. Fiilin dönüşümü. Əgər fiil məndə geniş zaman ise, yani present simple ise, geniş zaman. İndi bir kez de var. Geniş zaman gərək ki mən ne edim? Geçmiş zaman. Yani bir fiil, mesela bir fiil baxdı, works. Tamam, bir fiile baxdı, yazılıb works. Av baxdı, yazılıb wentes. Tamam. Av lives. Görsən, s eklənib özünə. Av es eklənib özünə. Mənası nədir? Geniş zaman. Mənası present simple'dır. Sen buradaki fiili ne desen, geçmiş zaman edəsən. Yani ne desen fiili, ya idi, ya ezber edəsən özün. Bəs bunuza. Fiil ne oldu sende? Ya idi, ya da ezber. Yani innema burada works ne oldu məndə? Worked. Tamam? Worked. Yok, mesela burada sen dirəm see ne oldu məndə? So. Görsən? Speak ne oldu məndə? Spoke. Yani fakat geçmiş zamanı nəql etdim özün o məsələ kimi. Yok, əgər geçmiş zaman olduysa mən ne derəm özünü? Mişli geçmiş zamana döndərəm. Yani past perfect. Yani had zaydan past participle. Mesela burada mənə diri speak, spoke. Tamam. Mişli geçmiş zamana döndərəndə özün ne derəm? Had spoken. Yani üçüncü tasrife döndərəm özün. Ou mesela had worked. Had played. Gördün?
Yəni üçüncü təsrifə döndərəm özünü. Had öz-özümdən qaidə malı gətirəm yazaram. Zaidən buradakı fiili nə edərəm? Past participle edərəm. Bitdi bəs bunca. Bəs bunca. Əgər gəldiysə məndə is, are, am gəldiysə məndə nə olur? Was, were olur. Is, are, am gəldiysə məndə was, were olur. Bəs mən nəyə görə, məsələn, indi is, are, am gəldi məndə, bana burada gəlməyib. Bəs öbür misalimiz vardı, gəlibdi. Öz nəyə görə? Bax, məsələn, burada is gəlibdi, sən nə etdin? Burada izi sildin, tamam? Is gəlibdi burada izi sildin. Sən gələsən, yəni izi silsə gərək ki, ya was əkləyəsən, ya were. Bəs nəyə görə was, were əkləsən? Öz nəyə görə? Şi nə alar bizdən? Was. Yox, əgər olsaydı, məsələn, they? Were. Gördün? They olsaydı, nə olardı bizdə? Were. Yox, əgər was, were gəlsəydi bizdə, yəni bax, indi belə was, were gəldiysə, yəni bax, diqqət elə on tarafı da prezenti geçmiş zamanını nəql etdik o özün. Geçmiş zamanı edərik, aynəmişdi geçmiş zaman. Nə oldu? Hadi bin. Bəs. Yəni indi bax burada was gəlibdi. Burada mən bir sənə yazaram, faqat yazaram had been. Bitdi, cümlə kamil oldu məndə. Had been. Yəni was were siləm. Had been. Had been. Don't bir də doesn't gəldiysə məndə nə olur? Didn't. Yəni bax don't bir də doesn't ha zaman kullanam özüm? Presentdə kullanmıram. Mən didn't neydə kullanıram? Geçmiş zamanda kullanıram özün. Tamam? Yox, əgər geçmiş zaman isə məndə didn't, mişli geçmiş zaman edərəm özün. Had zaidən past participle. Can nə olur məndə? Will nə olur məndə? May nə olur məndə? Might. Has, have nə olur məndə? Won't. Won't biz nədir bu? Yalla bu hardan gəlir? Will not asılda. Qısa, yəni bax gətiriblər cümlənin içində sağ içinə yazıb. Want veribdir sənə. Bax, çaşırsın sən, ha. Want. Will not'un qısaltmasıdır. Özü will not. Yadınıza gəl, expectation'da aldıq. Will not. Qısaltması nədir məndə? Want. Qısaltması want məndə. Can't nə oldu məndə? Could not, tamam. May not, ne oldu? Au may not, ne oldu məndə? Might not. Eydi. Have not, ne oldu məndə? Have not, au has not, au haven't, au hasn't, ne oldu məndə? Had not. Yəni qısaltması da gələ bilər bunu. Tamam. Bunu sonradan yadımdan çıxmışdı, əklədim özünü. Özüm afrud burada olaydı. İndi fiilin dönüşümünü də bildik biz, tamam. Cümlə, bax, muxtasar müfid. Cümlənin içində yur görsəm nə olar? May, bitdi. May görsəm nə olar? Ya his, ya her. His kimi üçün? His? Oğlan. Her? His nədir məndə? Erkək. Her kimi üçün? Bəs mən nəyə görə təhvil edərəm mayı hizə av herə? Buradakı sələşənə görə. Yəni, bax, burada mənə nədir? Bax, deyir, my dream. My dream. Mən bağım sələşən kimdir? Qızdır yoxsa oğlandır sələşən? Oğlan isə his. Qız isə her. Yəni, bax, burada aynən dönlə bura baxaram, ha. Yəni, bağım sələşən kimdir? Qız isə nə oldu sələşən? Oğlan isə his. Bunca basit. Bu təhvilətimiz də var idi. Şeydə də verdim sizə özünü. Question'da da verdim. Dedim, here nə olur? There. Tomorrow nə olur? The next day. Now nə olur? Then. Eydi. Next nə olur məndə? Nə oldu məndə? The following. Bəs bunca. Yəni, indi burada da faqat bunu veribdi mənə. Next veribdi mənə. The following edərəm özüm. İndi gələm həllə. Nədir mənə? It has been my dream since childhood. Zuhasat. Yəni, ola bilir sualda mənə deyər reported speech, o deyər mənə reported. Və mən birinci baxam, dur, mən bunu question'dan həll edərəm, yoxsa reported speech'dən həll edərəm, yalla nasıldan həll edərik o özüm. Və nişin? Soru işarəti yoxdur. Nə dedim? Dedim, mən indi hardan biləm bunu? Question'dan həll edim, yoxsa reported speech'dən həll edim? Səbəb? Soru işarəti yoxdur. Yəni, gələm. Zuhasat. Tamam. Zuhasat. Bunu özü verib mənə.
Burada yazsa o zat, yazmasa o zat müşkile yoktu. Yazma. Başı ağıtma. İki öznenin zamirini. Özne nədir məndə? Hemen endirəm özünü. Nişin dedi, eğer yani yudan, aydan ayrı bir özne geldiyse hemen endirəm özünü. Et. Koy kırmızıyla neydim daha vazı. Et. Tamam. Şimdi gelin fiil dönüşümüne. Fiil dönüşümü nerede bende? Has. Has dedik ne oldu? Has, have. Yani had been. Ha ne var bende my? My ne oldu? His oğlu yoksa her oğlu ve nişin? Çünkü kızdı. Aferin. Ondan sonra cümleni tekmil ederim nokta. İyiydi. Nedir mənə? Deyir Zuha saat. Aynen öz verib mənə. Ay. Özünə məndə nədir? Dedim əgər özünə məndə ay olduysa ne ederim? Əgər dedim özünə ay olduysa gəlləm saattan, autoltan evvela baxaram. Buradaki isme göre öznenin zamirini yazaram bak. Eğer özne ay gelirse soruda saat toltan önceki isme göre öznenin zamirini yazarım cevapta. Ha. Vermedi sana? Nece böyle yud yoksa aydı. Şey değil ya da şey yoksa. Neyi vermesi sana? Zuha saat. Gerek mi versin sana? Bildir yani oğlan ya da kız. Ha. Yu ya da he koyalım. Biz bunda nereden bile ya vermesi bize eğer. Yani Zuha saati vermesi sana? Vermesi Olmaz. Zaten öz kişiler verip sana. Gerek mi versin sana? Gerek bak öznəni gerek mi versin sana? Olmaz. Necə hal edesin? Hardan bilesin kim istəyir? Öznəni gerek mi versin sana? Yoktu vermezsin. Alel akal öznəni bak hepsini koy bir tarafa. Olabilirse de tolta vermezsene bes öznəni gerek mi versin sana? Sen özneden alsan orada ne yazırsan ne yazmasan. Tamam? Siz arkadaşlar kim zopanı? Sabahiyet. Nedir? Zuha. Özüne ay gelipti məndə. Ay gelipse mən gerek mi setten ya da toltan evvela baxım. Zuha geldi bir şey var. Şi. Niçin şi koyduk? Kızdı. Anladınız işi burada şi koyduk? Anladı? Ondan sonra geləm fiil dönüşümüne. Fiil dönüşümü nədir? Move it. Move it? I move it. Yani bu neyden halli olubdu? Özü I move it. Yani fiile iyidi eklenir. Harada fiile iyidi eklenir? Yani burada naqsıdır bu zabıt. Yani özü nədir? Geçmiş zaman. Yani fiil iyidi ev ezber olubdu məndə. Tamam. Mən indi ne derim? Had. Endirirəm. Had. Move it. Past participle nədir? Aynen move it. İyidi alıp. Past participle da iyidi alır. Ezber cemaat speak spoken diyor hatta. Baktı bir fiil iyidi alıp. Bunu bin kere de demişim size. Hem past simple'da iyiydi hem de past participe'da iyiydi. Yani burada aynen iyiydi ekler var. To London. And studied. Bir fiilim daha. Burada bana nedir? Eğer fiil geldiyse ben ikisine tahvil ederim. Moved ne oldu bende? Aynen kalı. Yani özü moved nedir? Geniş zamandı, geçmiş zaman nedir? Yok, kazdım studied pardon. Daha studied çi fiildi? Burada iyidi alıp, burada da fiil bak and studied. Bak burada da fiil iyidi alıptı bende. Ben ne dedim? Not ne dedi? Cümlenin içinde iki fiil gelebilir. İkisi de dönüşür. Yani ben ikisini de döndürürüm. Bunu da tahvil ederim. Ha? Ne kalmaz? Yo. Geçmiş zamandı. Dikkat eyle. Bak nedir sana? Studied. Geçmiş zaman. Had zaydan past participle. Bana. Had kere. Had. Studied. Aynen kalı. Fakat nedir? Özü bak. Niçin fiile iyide eklenipse manası geçmiş zamanı. Şimdi es eklenseydi özüne biz ne derdik? Geçmiş zaman ederdik o zaman. Bes özü fiil geçmiş zamandı.
İyide eklenib özünə. Biz gərək kim edək özünü? Mişli geçmiş zaman edəğin özünü. Yəni had zaydan past participle. Had eklədim. Studied past participle aynen qalıb bizdə. I was the first woman ever in the win in the Pritzker Prize. Yəni bir caizə alıbdı bizdə. Zuha sat. Zuha sat. Özünə nədir məndə? Ne derim özünə ay olsa? Satdan əvvələ baxarıq. Oğlan isə hi qoyarıq. Burada nədir məndə? Yəni şi. Fiil nədir məndə? Naqsı bir siz burada? 1, 2, 3, 4, 5, 4-cü. Was were. Was were mən burada indi siləm. Nə oldu məndə was were? Had. Cümlənin təkmiləsində bir təhvilatım var. Bu təhvilətlərdən yur, may, gəlib məndə hermer yoxdur. Heç birisi gəlməyib. Yoxdur. Axir. Bu təmrində axirə bax. Any Iraqi woman can succeed in her choose career if she works hard enough. Succeed nədir məndə? Yəni nəcih oldu. Deyir, kadınlar nəcih oldu. Tamam. Zuha sat. Yani özne bir de saat öz verir ben. İndi giderim öznenin zamirini getirim. Yoktu dedi. Ani Iraqi woman ener mende. Tamam. Ayrı dedik öznenin zamiri mende ya yo ay gelse ama ayrı bir şey geldiyse burada. Yok fakat ben innama burada zamiri yazarım. Ayrı bir özne de geldiyse yani bunun için ben bak. Any Iraqi woman. Hatta fiile kimin mende öznedir. Tamam. Zuha saat ani Iraqi woman öznəni yazdım. Öznənin yazdım. Tamam. Zaiden fiil dönüşümü. Bax, əgər burada çaşırsınız edebilirsiniz fakat yazarsınız özünə. Ben burada niçin yazdım öznənin zamiri? Yani baxın you, ay geldiyse məndə. Ama kalan ayrı bir şekilde özünə geldiyse məndə, hatta isim şeklinde geldiyse məndə, mən endirirəm özünü. Bunun için yani ani Iraqi woman gəlibdir bizdə. Ani Iraqi woman. Tamam? Tamam. İndi gəlin fiilin dönüşümünə. Fiilin dönüşümü nədir məndə? Nə olur? Could. Can, could. Məlumdur. Ondan sonra cümləni təkmil edərik. İlə ən. Nədir mənə? If she works. If she. Yox. O success bitti. Mən burada təhvil etdim özüm could. Daha istəməz onu. O nəyin təhvil edəsin? Bildim. Dünən də eder mənə. Bitti. Sen təhvil etdi. Aslında mühim olan buraydı. Can çünkü bu şimdi present sələşdir. Sen ne etdi o özün? Geçmiş etdi o özünü. Zaten bu özü geçmişti daha əsasıca. Geçmiş halında yeri bizdə. If she works. Yani aslında nədir məndə? Geniş zamandır. Məndə geçmiş zaman ederim. Yani works ne olur məndə? Worked. Nokta. İyiydi. Şimdi bu bir temrin, bak bir temrin var idi. Zuha kimdir? Zuha Hadid'i tanısınız. Zuha Hadid. Necə tanımısınız özün? Bir Iraq iftixar edir özüydün. Bu tasarımları, dünyanın tasarımlarını özü yapıbdı. Haraydı? Axir kere Irak'ta etti. Haraydı? Bankil Merkezil Iraqi, Bağdat'ta. İkinci nedir bize? You have to clean your teeth. Bak. Bak nedir? You have to clean your teeth more often. The dentist said. Bak. Nedir sana? The dentist said. Özü bakar da veripti sana. Bak. The dentist said. Yani sorunun ahirinde veripti sana. The dentist said. Yani bak. The dentist nedir? Öz nedir? İsim şeklinde gelipti bizde. Zaiden said or told. Said veripti mənə. Yani bak öznəydən sad'ı veripti mənə. O zaman ben bunu gətirəm cümlənin başında yazarım. Necə orada deyirdik sorunun sonunun cevabının başında yazarıq? Aynen. Hocam. Bir dakika. Ha. O da öznəmi versin. Olar biz koyalım. Saatdən told. Fakat bak yine bu cümlədə belədir. Fakat bu cümlədə o da told kullanıbdı. Fakat bu cümlədə. Fakat. Fakat niçin? Bak derim my English teacher.
Bəs özü gərək kimdən versin sənə imtihanda? My English teacher told me. Gərək kim versin Niye sənə? told yani? Niye sahip kullanmadı? Told. Mənim diri dedi. Əks olmaz. Xəbər verdi, dedi. Diyemem. Demirəm, yarın bir gün bakanlıqda çox ehtiyadidir. Görürük saat kullanıbdır. Bakanlıqda. Ola bilir. Bəs indiyə qədər halen bir resmi bir cavab yoxdur. Kitaba görə dir my English told me kullan. Demir said mi kullan. Yəni said kullan, او said that kullan. Faqat bu cümlədə. Bax, the dentist said bunu özü veribdi bizə. Bax, görürsən, indiyə qədər hepsini özü veribdi bizə. O bir təmrinlərdə də. The dentist said, indi özlənin zamiri. Özlənin zamiri nədir məndə bu dəfə? You. Ha, dedim, əgər özlənin zamiri you olduysa nə dərik? Bax, ikinci nöqtə nə dedir? Əgər özünə you gəlirsə soruda, cavabda özünün yerinə a yazarız. Özüm hiç şirek etmem. Burada gələm nə yazaram? Fiil dönüştürme. Have olan. Bitti. Have nə olur? Had. Evet. To clean your teeth. To clean your teeth nə oluyor? My. Anladınız? Evet. Burada ne dedi? My English teacher. Yani özünü veribdi sənə. My English teacher. Yani bunu veribdi sənə. Kitabda nədir? Hal. My English teacher told me. Yani özünə fiil, nesnəni də veribdi sənə. Yani bunu gərək kim özü deyesin sənə. My English teacher told me. Ama kitabda faqat nədir? My English teacher. Ha, deyək faqat bunu gətirdi, sən told kullan. Bitti get. My English teacher told, bitti. Me. Evet. Zaten yazmışam sizi soruda. Öznenin zamiri nədir? You. Dedik özne you gəldiysə cavabda həmən nə yazaram? Ay, bitti. Başımı ağırtmam. Evet. Haven't. Ne oldu məndə haven't, have not, or had not, has not? Hadn't. Or had not. Evet. Answered all the question in the test. Yani daha ayrı bir təğyiratım yoxdur, nokta. Burada dikkat edilir. I told, bax, I told my mother. I, bu sorunun sonunda özünə nədir məndə? I told fiil, my mother nesnə. My mother nesnəni də verir mən. Orada mən nesnə yazmamışsınız deyən daha betər aklınız bulaşmasın. Çünki yəni edebildik burada deyəğin həm mi də gəlir, həm də burada belə bir yazım deyim nesnə də gəlir. Bəs yazmadım. Niçin? Çünki zaten özü verib sənə. I told my mother verib sənə. Hətta orada da. Yuxarıda da dentistdə. Öbürsülərdə də aynən faqat özünə ilə səd verib sənə. I told my mother. Bax bu axirdir ha. Bu axirdir. Yəni buranı özü verib sənə. İyidi. Özne nədir səndə? Bir dəqiqə. Bəs diqqət. Bura diqqət eləyin. Aklınız bulaşmasın. Biz demədik özünə ay olduysa, bax, özünə ay olduysa. Dedik gəlik sətdən, toldan əvvəldəki nəyə baxarıq? İsmə görə, o zamirə görə nə dərik? Özünənin zamirini yazarız cavabda. Tamam. Burada, hanı? Burada nədir məndə özünə? Bax, burada özünə nədir məndə? Burada özünə nədir məndə? Burada nədir məndə özünə? Nədir özünə? Bir dəqiqə, özünə burada aysa. Tamam. Özünə burada aysa. Mən gərəkim olmaz, gəlim toldan əvvələ baxım. Baxım burada nə isə, hətta mən orada da nə yazım? Yəni burada ay. Burada nə yazaram? Aynən ay. Aynen ay yazarım. Niçin? Bax, eğer özünə ay gelirse soruda saat toldan önceki isme, o da zamire koy burada diyağın. Çünkü bak burada zamir gəlibdi. İsme ya da zamire göre öznenin zamirini yazarız. Yani bak isme bir de öznenin zamirini. Yani he, she, it bunları qazlayırıq. Ha? Ay, tol, ha. Burada toldan evvel baxdım. Toldan evvel nədir? Ay. Mənasını burada nə yazaram? Niçin? Çünki not mənə belədir. Əgər özünə ay gəldiysə, sətdən, toldan, əvvəl isim isə, məsələn, Zuha isə, Ali isə, qız isə he. She, oğlan isə he. Yox, zamir gəlib məndə he, she, it, they, we, I. O zaman mən də gəlirəm burada nə edərəm? Aynən ay yazarım.
Tamam? Evet. Şimdi gelin fiilin dönüşümüne. Bu nədir məndə? Won't. Will not. Won't. Ne oldu məndə? Yok will not. Wanted. Would not. Would. Bu aslında want nədir? Will not'tur. Kısa. Mən nə deyirəm? Would not. I wouldn't. I would not. Anlaşıldı? Ondan sonra stay in the student at cümləni təkmil edərəm. Nə var məndə? Next. Next ne oldu məndə? The following. Next. The following. Tamam. Year. Nokta. Anlaşıldı? Orada 5 təmrin. Burada da neçə təmrin vardı üstünə? 3 təmrin. Tamam, bunlar hepsi ayrı-ayrı yerlərdədirlər ha. Amma mən hepsini bunları birləşdirdim. Və qaldı bizdə nə? Faqat tərtib. Yəni tərtib edərik cümlələri.